Kızartmısan yine yanaklarını, kızlar verir mənə sonaqlarını. Gedək, gedək biz Kızı dağlarını, içək onun sərin bulaqlarını. हमको हमी से चुरा लो, दिल में कहीं तुम छुपा लो. O qıza oxşayırsan. Qeyrət namus rəmzidir papaq. Onu aparıb qapı ağzına qoymaq iki halvadan ötəri, bir şəkər çörəkdən ötəri nədən söz. Bu düzgün deyil. Lahıc mənim ana vətənimdir. Mən Lahıcda doğulmuşam, boya başı qatmışam. Harda olsam da mənim qəlbim Lahıcdadır. Çünki o mənim ana vətənimdir. Qarlı dağların qoynundakı bir kəndə gedirəm. İsmayılıdayam. Qaraqaya, Gəndov, Namazgah və Lahıc. Sizcə bu kəndlərdən hansına gedirəm? Birazdan biləcəksiniz. Nə Qaraqayadayam, nə Gəndovdayam, nə də Namazgahda. Lahıcdayam. Lahıc qəsəbəsi İsmayılı rayonu ərazisində yerləşən, təxminən 1500 illik tarixi olan qədim sənətkarlıq mərkəzidir. Qəsəbə xüsusilə miskərlik ənənələri, daş döşənmiş küçələri və qorunmuş, saxlanmış qədim mühiti ilə tanınır. O qədər artıq İsmayılıda Lahıc deyə eşitmişik ki, əslində Lahıcdan sadəcə 10 metr yuxarıda yerləşən Ərəkid kəndi barədə də elə Lahıcı araşdıranda eşitdim. Dəfələrlə səyahət eləməyimə baxmayaraq, Lahıcın yanında Ərəkid kəndinin olduğunu da bilmirdim. Əslində, paralel şəkildə həm biri şəhər ab-havası yaradır, qəsəbə ab-havası yaradır, digəri isə tamamilə kənd ab-havasındadır. Necəsiniz xalacan? Gələ bilərəmmi yanınıza? Kəndinə qayıtdan gəlmişəm verilişdən. Olarmı? Xala ilə görüşək, görək. Qəsəbənin girişində məni Cəmilə xala qarşıladı. Xoş görmüşük. Hoş gördük. Hoş gördük. Necəsiz? Yaxşıyıq. Siz necəsiniz? Necəsiz? Yaxşısınızmı? Nə yaxşı gəlmişsiniz, burada dayanmışsınız, hava gözəldir deyə buradasınız. Xeyr, mən burada işləyirəm. Nə Bəli. bişirirsiniz burada ən çox Lahıcın özünə məxsus? Ən çox Lahıcın özünə məxsus Lahıc dolması, pip yarpağından Lahıc dolması. Pip yarpağı. Pip yarpağı sırf meşədən gəlir, Niyal dağından gətirirlər. Buralarda bitmir. Onun da müəyyən vaxtı var ki, bir həftənin içində yığdın, yığmadın, sonra bərkiyir, bərk olur, onda da ata yapışmır, pişirmək olmur. O nazik salafan kimi olur. 2 günün ərzində onu yığıb gətirirlər, biz də alırıq. Hazır pip yarpaqlı dolmanız varmı? Var. Oo, nə Var, gözəl. var. Onlar sizdən gedib o pip yarpaqlı dolmaya baxın. Niyə olmur ki? Niyə olmur? Ümumiyyətlə mən bilmirəm pip yarpağına. Pip nə deməkdir? Pip, yox, xeyr, çöçə ağacıdır. Hə. Çöçə ağacıdır, meşədə bitir. Bizdə əslində nənələrimdən görmüşdüm ki, rəhmətli qaynanam, baldızlarımdan görmüşdüm ki, ölənlərin rəhmətli. Biz həmişə sırf onu heyva yarpağında bükərdik. Sonra bu gələn qonaqlar bir müddətdən sonra pip yarpağı deyəndən sonra moda düşdü. Bizdə uşaqlar gedib onun meşələrdə, əsasən də kişilər gedir. Yığıb gətirirlər, duza qoyurlar, biz də alırıq. Burada istifadə eləyirik. Çox nazik, çox da dadlı olur. Sonra bizim bir milli yeməyimiz var, nuntari. Nuntari? Hə. Əslində TikTokda mən görmüşəm onu bəzən çox adamlar belə cürbəcür adlar qoyurlar. Soğan suyu,
nə bilim soğan bozbaşı, nə bilim nə belə. Ancaq onun sırf tat dilində, lahıc dilində adı muntar idi. Gəlin kökən günün səhəri, oğlan evi qayğanaq bişirərdi, qız evinə də bir qab göndərərdi. Aha. Gözümüz aydın, qızımız gəldi, bizim evdə gəlin oldu. Mənası da o deməkdir. Bu tərkibində yumurta görürəm. Bəli, görürəm dostlar. Hər şey var. Görürəm, Bunun tərkibində yumurta. Hər şey var. Kartofdur bu? Kartofdur, Kartof heyva var, heyva var. alma var. Həyətdə nə varsa, nə yetişirsə Həyətdə nə yetişdirirdilərsə, həmən yeməyə qatırdılar. Nuntari Lahıc qəsəbəsinin milli yeməklərindən biridir. Açığı, bu yemək yerli mətbəxin maraqlı nümunələrindən olsa da, dadı mənim zövqümə tam uyğun gəlmədi. Amma bu da səfərin bir hissəsidir. Hər dad hər kəs üçün uyğun olmur. 2 dəfədir dadına baxacağam. Mənə çox maraqlıdır deyəm. Axıram xala. Bax. Olarmı? Olar, nuş olsun. Dadlı da. Yarpağın özünün xüsusi dadı var ha. Və o da bir dad verir həmən dolmaya. Bəli. Əla. İndi kameram bağlı bütün qazandakıların hamısını yeyim. Ye. Süfrənin davamında təqdim olunan pip dolması artıq tam başqa məsələ idi. Bu isə doğrudan da mənim ürəyimcə oldu. Hələ də dadı damağımda qalıb. Əslində, mən Lahıc qəsəbəsinə sırf onun tarixi və sənətkarlıq ənənələrini çəkmək üçün gəlmişdim. Amma qəsəbəyə daxil olan kimi qarşılaşdığım hər kəsin məni bayram münasibətilə təbrik etməsi bu səfərin istiqamətini biraz dəyişdi. Artıq məndə də maraq yarandı. Görəsən Lahıcda Novruz bayramı necə qeyd olunur? Yaxşısınızmı? O çərşənbəsicə qabağımıza. Bəli, o çərşənbəsi, dərdimizi, bəlamızı o aparsın, yandırsın, çıxsın, getsin. Necəsiniz? Şükür Allaha. Əslən Lahıcdansınız, burada doğulub böyümüşsünüz. Belə göbəyindənəm, burada doğulmuşam, burada böyümüşəm, burada qocalmışam. Nə gözəl, bu da gözəl bir hissdir ki, keçmişini də görürsünüz, indisini də görürsünüz. İnşallah ki, gələcəyini də görəcəksiniz. İnşallah. Necə görürsünüz? Necə müqayisə edirsiniz? Azərbaycanımızda yaşayan xalqların bir çox xalqlarımızın da bir çox adət-ənənələrimiz get-gedə aradan çıxır. Və buna şübhə yoxdur. 2 ay Novruz bayramına qalmış, 2 ay Novruz bayramına qalmış və bizim bu cəmaatımız şahiddir. Bəlkə mən Şahidsiniz. bax burada yumurtalar gəlirdi vedirə ilə qatar qoydular, döşdürdülər. Deyirdilər al-alvan bayram şamı, şamlar qoyurdular rəng-bərəng xonçaların üstünə yandırmaq. Hələ 2 ay Novruz bayramına qalmış. Sonra bu evlərin üstü hələ dəmir deyildi, dəmir sonralar vuruldu. Torpaq edib, bütün damların qırağına məşəl hazırlayırdılar, hansı dama neçə dənə gedir. Elə bir gün ki, Allah eləməsin, Lahıc alışıb yanır. Bayram, Novruz bayramı gecəsi bütün damlarda məşəl yandırdılar. Ardıc ağacı deyir ya, ardıc ağacı. O həm dərmandır, ondan meşədən gətirirdik. Damlarda qutuman kimi, yəni ot topası kimi qoydular. Onu da od vururdular axşam. Böyük bir mənzərə yaranırdı ki, Novruz bayramı sonra gecələr papaqatlı deyirlər indi, bizdə dəsmal atdı, dəsmal ödü. Oturur, indi cəmaat oturub evində yeyib, içib də gördün, qapı açıldı, dəsmal atıldı. Bilirdi ki, durub ona yumurta, halva, Allahın yetiyindən bağlayırdın, çəkirdi. Sonra təzədən deyir də, getmə, gəl içəri. Qonağımız ol, gəlir də Allahın yetirdiyindən, bişirdiyimiz misalından o da məsələn dadırdı, məsələn qonağımız olurdu. Novruz bayramından danışıb köks ötürən Qurban dayı qapıya papaq atma məsələsindən də söhbət açdı. Deyirsiniz ki, o vaxtı dəsmalla azuqə yığırmışlar da, belə qapıya dəsmal atılmışlar. Amma sonradan bu necə oldu ki, papaq oldu? Papağı rəmzi mənada fikirləşəndə də papaq bilirik ki, papağı qapının ağzına qoymaq yaxşı deyil. Nə üçün? Papaq bizim böyüklərimizin qeyrət namusunun rəmzidir. Qeyrət namus rəmzidir papaq. Onu aparıb qapı ağzına qoymaq iki halvadan ötəri, bir şəkər çörəkdən ötəri, nədən söz? Bu düzgün deyil. Dəsmal atırdılar. Papaq kişinin qeyrətidir, namusudur. Onu aparıb qapının ağzına qoymaq
bizdə olmayıb, yəni yaraşmayıb bizim cəmaət. Bəs bu adəti kim çıxartdı? Mən indi deməyənlər çox olacaq, göstərəcəklər. Mən indi yenə bu Lahıc xalqı adından bir ağsaqqal kimi 74 yaşım var. Yəni papaxı aparıb qapının ağzına qoyub gizlənmək, gətirib ora nəysə qoymaq, papaq düzdür. Apar bir nə parça sərsin. Necə sözdür? Əla sözdür. Lahıc qəsəbəsinə gələn kimi düşüncəm o idi ki, Diyarşünaslıq muzeyinə də baş çəkim. Orada sənətkarlıq əsərləri ilə tanış olmaq niyyətim var idi. Qurban dayı ilə söhbətimi yekunlaşdırıb üz tutdum həmin muzeyə. Salam, xoş gəlmisiniz. Xoş gəlmisiniz Şəmal xanım, xoş gəlmisiniz. Tanıdınız məni? Niyə tanımırıq? Mən tanıyanda elə xoşuma gəlir. Kəndinə qayıt izləyirsiniz. Bəli, çox sağ olun, təşəkkür edirəm. Bəli, Və necəsiniz? Gəlmişəm bu dəfə də Lahıcla tanış olmağa. Xoş gəlmisiniz. Adınız nədir? Adım Marifdir. Marif. Marif bəy, bizi marifləndirə bilərsinizmi? Bəli. Bura Lahıc Tarix Diyarşünaslıq muzeyidir. Gördüyünüz bu eksponatlar, bu əşyalar deməli əsəri Lahıca aiddir və Lahıc ustaları tərəfindən istehsal olunmuşdur müxtəlif materiallarda. Məsələn, muzeyimizdə ən qədim əşyalardır, eksponatlardır ki, tarixi 2000 ildən çoxdur. Və bu da onu göstərir ki, Eyramızda artıq dövrlərdə Lahıcda yaşayış mövcud olmuşdur. Və bunlar isə orta dönəmlərə aiddir. Və ümumiyyətlə, vaxtilə Lahıcda bir çox sənət növləri inkişaf ən başlısı misgəllidir, dəmirçilidir, duluzçuluqdur, silahsazlıdır, dabalıqdır və digər sənət sahələridir. Və misgəllikdə, dəmirçilikdə ən çox istifadə əşyalardan biri bu dəmirçi misgər körüdür. Və bu da muzeyimizin demək olar ki, ən maraqlı eksponatlarından biridir ki, hal-hazırda bizim muzeyimizdə mühafizə olunur və buna əsasən istifadə edilib misgəllər və silahsazlar. Və bu, belə deyək, bu materialı camış dərisidir, qara palıd ağacıdır, bir də illi xıda mismarlardır. İndi bir zəhmət olmasa keçin ora, əlinizi tutun, bax orada borunun qabağına, bir zəhmət olmasa. Bəli. Bax, fikir verirsinizmi? Bu hava üfürür və kömürü çözərdir. Misi qızdırmaq üçün, dəmiri qızdırmaq, hətta o qədər istiliyadır ki, misi əridir. O qədər gücə malikdir. Bu da gördünüz, bu əşyalar ki var, hamısı bilavasitə bu çölün gücü ilə düzəldilir. Marif müəllim, bunun adı nə idi? Buna simuzər deyirlər. Yəni simuzər ən qiymətli əşyalara deyirdilər. Onlardan biri də bax bu həmin gördüyünüz ki, məsələn mahnı var idi. Simuzərim. Qızartmısan yenə yanaqlarını, qızlar verir mənə sonaqlarını. Gedək biz Xızı dağlarını, içək onun sərin bulaqlarını. Simuzər əslində xanım adıdır. Bəli, xanım adıdır. O da elə qiymətli əşyalardan gəlir. Qiymətli əşyalar deyəndə sizin də bir Simuzər adında qiymətli əşyanız var. Bəli, həyat yoldaşım adı Simuzərdir. Buradan Simuzər xanımı salamlayırıq. Sizin üçün də mahnı oxudu Marif müəllim. Bizi də marifləndirdi ki, sizin adınız Simuzər xanımdır. Allah şükür. İlk baxışdan eşq, məhəbbət qoxusu gəlir Marif müəllim. Burada qəsəbənin köhnə sənət əsərlərini yaxından gördüm. Açığı maraqlı idi. Orada olanlarla söhbət eləyəndə dedilər ki, əvvəlki ustalardan indi çox az qalıb. Demək olar ki, sayılı adamlardı. Hamı da bir nəfərin adını çəkdi. Nəzər bəy. Burada turistlər də var. Mən o turistlərdən danışmaq istəyirəm. Yolda bir Hindistanlı turistə rast gəldim. Elə yaxınlaşıb bir-iki sual vermək istəyirdim ki, başladı mahnı oxumağa. Hamko hami se chura lo, dil mein kahin tum छुपा लो, मर भी जाए प्यार वाले, जिंदा रहती है उनकी मोहब्बतें. Your voice is beautiful. Thank you.
Lahıcıda demək olar ki, hər yerdə bir sənətkarlıq nümunəsi görmək mümkündür. İndi də papaq və gödəkçə dükanının qarşısındayam. İstəyirəm ki, onunla bağlı da məlumat əldə edeyim və bir də soruşmaq istəyirəm ki, deyir ki, Kamil bil palançı olsa da insan yaxşıdır yarımçıq papaqçılıqdan. Səni də çəkirəm bu arada, necəsən? Mən onu öyrənmək istəyirəm, görüm yaxşıdır, pisdir. Bunu da gedim özündən öyrənim də dostlar. Bunlar xüsusi sifarişlə hazırlayırsınız, yoxsa burada hazırlayırsınız, burada da satırsınız, gəlib alırlar? Zəfası da var, sonra öz gəlib sifariş edib, onu tikib verirəm. Sifarişləriniz maşallah çoxdur onda. Çoxdur. Lahıc Azərbaycanın ən qədim qəsəbələrindən biridir. Lahıc sənətkarlar yurdudur, ocağı Lahıc. Lahıc yüksək mədəniyyətə layiq olan xalqdır. Öz qonaqpərvərliyi ilə Lahıcın başını həmişə uca etmişdir. Lahıc mənim ana vətənimdir. Mən Lahıcda doğulmuşam, boya başı qatmışam. Harda olsam da mənim qəlbim Lahıcdadır. Çünki o mənim ana vətənimdir. Azərbaycanın dilbər güşəsi olan Lahıc dağların ətəyində yerləşən bir qəsəbədir. 4 tərəfi dağdır. Şimalda Girdiman çayı axır. Cənubda Niyal dağı yerləşir. Güllü yeylaqları var, sərin bulaqları var. Mənim Lahıcım ana vətənim. Sənətkarlar diyarında papaqçılıq da qədim ənənələrdən biri kimi formalaşıb. Bu sənət əsasən orta əsrlərdən başlayaraq bölgədə inkişaf edib və yerli ustalar tərəfindən nəsildən nəsilə ötürülüb. Papaqçılıq, yəni baş geyimlərinin hazırlanması həm məişət, həm də sosial status göstəricisi sayılan bir sənət növüdür. Hazır olanda biz bunu vurup qəlibə. O qəlibə vurursan ki, o daha da qəşəng alınsın. Güzel. Bak bunu açırsan belə. Bu formada. Bak. Ölçü ona görə uyğunlaşır. Ölçü ona görə həm də ki, qəlibdə dayanan papaq daha da qəşəngdir. Bax, bu qəlibdədir. Maraqlıdır da, dedim, elə gəlmişkən onu da soruşum. Bir də söz var, deyir ki, Kamil bir falançı olsa da insan yaxşıdır yarımçıq papaqçılıqda. İndi o mənə izah eləyin də. Bəli. Yarımçıq papaqçı necə ola bilər? İndi siz bunu hazırladınız. Yəni ki, olanda sənətçi, onun yarımçıq papaq, yəni ki, sənəti gərək tam öyrənəsən. Yarımçıq eləməyəsən, damatı parlatmayasan, bunu elə verdim. Tam öyrən günə, o qiyməti də qoyur, o gedəcək. Ona görə ki, bu hər şey yerindədir, hər şey düzdür. Birəsi əyri, birəsidir, o olur yarımçıq papaqçılıq. Elə o qıza oxşayırsan. İndi bağlanmırlar, amma kəlağayı. Kəndi gəzməyə davam elədikcə qarşıma məktəbə sevə-sevə gedən uşaqlar da çıxdı. Söhbət elədim, gördüm ki, balacadılar, amma hərəsinin öz böyük planı, məqsədi var. Gözəl qız, necəsən? Nə var, nə yox, nə inirsən? Gəl sənlə bir görüşək, öpüşək. Hara gedirsən? Evə, dərsdən gəlirsən? Hə, məktəbdən gəlirsən? Neçənci sinifdə oxuyursan? Gəl, belə, buradan. Nə var, nə yox? Adın nədir? Fatma. Böyüyəndə kim olacaqsan? Müəllim olmağı planlayıram. Müəllim olmağı və burada qalmağı. Bəli. Nə gözəl. Əlindəki kitaba baxım. Əxlaq nasir oxuyursan. Nə gözəl. Müəllim tapşırır sənə, yoxsa özün? Elə müəllim bugün dərsimiz idi. Müəllim dedi ki, götürün, biz də götürdük. Kitabxanadan kitabları götürüb oxuyursan çoxlu. Ardıc yandıranda elə bir qoxu verir ki, elə bil bütün kəndi bürüyür. Baxa bilərəm ona. Çərşənbəniz də mübarək olsun. Yıxılmışdım. Bu daşlar məni yıxır. İndi bunu hara aparırdınız ki? Bunu evdə biz çərşənbənizi görəndə. Evdə həyətdə yandırırsınız, hə? Başqa yerlərdə təkər zadiyanda bütün qapqara qaralırsan. Hə. Bu bir də qəşəng ətli olur. Yandanı da təpsin. Təbii açıq saçma kimi bir şey olur. Nə gözəl. İndi bu bir dənəsi elə eləməyəcək. Onu bütün gərək yandırasın. Bunu mənə
verdilər. Dedilər ki, çərşənbə günü Novruz bayramında elə biz bundan böyük bir ağac tam mərkəzdə yandırırıq. Bunun həm gözəl qoxusu gəlir, həm də bir nəsə inanclar var ki, bu uğur gətirir də. Yüzillərin tarixini öz daş küçələrində qoruyub saxlayan Lahıc səyahətim davam eləyir. Bildiyiniz kimi burada əsas sənətkarlıq növlərindən biri də miskərlikdir. Miskərlik isə hələ də öz peşəkarlığını, öz peşəsini qoruyub saxlayan insanların davam etdirdiyi bir sənətkarlıq növüdür. Bir neçə miskərliklə məşğul olan sənətkarlar olmasına baxmayaraq, bugün sizi xüsusilə seçilən və xüsusilə öz eksponatlarını məhz Lahıc İcma evində qoruyub saxlayan bir insanın yanına gedirik. Küçələr çox gözəl görünür. Mən də nəzər müəllimi axtarım. Məni bura yönləndirdilər. İndi öyrəndiyim sözləri istəyirəm deyim, inşallah səhv demərəm. Salam. Nəzər müəllimə bir cəhcəhu. Siz nəzər müəllim. Necəsiz nəzər müəllim? Yorulmayasınız. Düzgün tələffüz elədim. Nəzər müəllimə Bicəşdəhu. Bicəşdənum. Bicəşdənum. Nəzər müəllim, mən dedim də... Haç halında Bicəşdənum. Hə. Cəm halında Bicəşdənim. İndi zaman elədir ki, artıq hamımız biz onları Azərbaycan dilində dindirik. Onlar Azərbaycan dilində dil açırlar. Sonra böyüyəndən sonra tədricən Lahıc dilini öyrənirlər. O da bir tərəfdən kömək eləyir, onlarda aksent olmur danışıqda. Amma müəyyən qədər itirirlər bu dili. Çünki balacalıqdan öyrənmək hara, sonradan qazanmaq hara. Amma bu təşəbbüsü göstərməyi düşünürsünüz. İndi bu dəqiqə, bəli, indi bu dəqiqə artıq bizim məktəbimizdə birinci sinifdə, ikinci sinifdə həftədə 1 saat da olsa Lahıc dili tədris olunur. Əlifba da tərtib olunub və dərslik də tərtib olunub. Artıq gedə-gedə uşaqlar böyüyə-böyüyə o dili hər dəfə həftədə 1 saat onlara tədris olunacaq və bilməyənlər də öyrənəcəklər. Bax, bu görürsünüzmü? Bu, məsələn, cizginin üstü ilə, bax, bu qələm, amma orada baxmaq lazımdır. Bunu da vurmaq lazımdır, bax. Diqqətli olmaq lazımdır. Bax. Görürsünüz, mən vura-vura o gedir, amma elə həmin xəttin üstü ilə gedir. Bax, bu xətti görürsünüz, bax, burada. Bax, bunu belə qoyub, vura-vura o xəttin üstü ilə gətirməlisiniz bu tərəfə. Onda yeri qalacaq. Belə eləyirlər, yoxsa belə? Fərqi yoxdur. Orada məqsəd odur ki, sizin o vurduğunuzun izi misin üstündə qalsın. Yəni, o xət orada qalsın ki, naxış yaransın. Bundan olacaq da. Ondan bu olacaq. Ələddinin lampasıdır. Bəli. İndi belə sürtsə içindən Ələddinin cini çıxarmı? Bunu əsasən çıraq deyirlər. Amma indi müasir adı Ələddinin lampasıdır. Baxın, belə yanında. Onun içindəki parçadır. Düzdür? Fitil deyirlər, fitil qoyurlar və içinəsə yanacaq tökürlər. Yəni, məqsəd odur ki, işıqlandırmaq üçün onu istifadə eləsinlər. O, lampadır, çöl üçün olan lampa olub. Nəzər müəllim, bir köməkçi axtarmırsınız? Bəli. Gələ bilərəm, ha, köməkçi kimi. Baxın, görün necə işlədim. Qəsəbənin ən qədim məscidlərindən biri olan Bədöyün məscidinin qarşısındayam. 1791-ci ildə inşa olunan məscid daha sonradan Heydər Əliyev fondu tərəfindən yenidən restavrasiya olunub. Onu da deyim ki, əziz dostlar, qəsəbədə hazırda 5 məscid var və hamısı da çox qədimi məscidlərdəndir. Sadəcə birinin restavrasiyaya ehtiyacı var və əminəm ki, tezliklə də onun bərpası işlərinə başlanılacaq.
İsmayıllı rayonunun dağlıq ərazisində yerləşən Ərəküt kəndi qədim sənətkarlıq ənənələri və təbii gözəllikləri ilə seçilən yaşayış məntəqələrindən biridir. Lahıc qəsəbəsinə yaxın məsafədə yerləşən bu kənd əsasən miskərlik, xalçaçılıq və heyvandarlıqla məşğul olan sakinləri ilə tanınır. Təxminən 900 nəfərə yaxın əhalisi olan Ərəküt, turizm marşrutları üzərində yerləşməsi ilə də diqqət çəkir. Aşağı Ərəküt məscidi 19-cu əsrə aid olan tarixi abidələrdən biridir. Yuxarıda da bir məscid var, mən az öncə gördüm. Orada da toplaşıb yaşlı nəslin nümayəndələri əyləşmişdilər. Onlardan da görüb danışmaq istəyirəm, söhbət eləmək istəyirəm. Eyni zamanda mən də əvvəl elə bilirdim ki, Lahıcla Ərəküt elə bir qəsəbədir, deyilmiş. Ərəküt kəndində xüsusi bir qoxu var, hiss elədin. O taxtaya günəş dəyəndə gələn qoxu var. Amma fikir verirsənsə, Lahıc kəndində, Lahıc qəsəbəsində taxtadan olan evlərin sayı çoxdur. Amma bəs burada o qoxu niyə var? Mən bilmədim. Bəs bu qapı nə üçündür? İndi qapını döysəm, kimsə qapını açsa, məni evə dəvət eləsə, necə çıxacaq? Bu qapının nə üçün olduğunu bilənlər zəhmət olmasa şərh bölməsində də yaza bilərsiniz, fikrinizi də bildirə bilərsiniz. Ona görə ki, mən müxtəlif yerlərdə olan evlərdə də görürüm, ikinci mərtəbədə də belə bir qapı var. Müasir fikirlərdə də var, köhnə fikirlərdə də var. Bunun səbəbi nədir? Yanğın çıxışı da bu. Allah uzaq eləsin. Bir adam olsaydı soruşardı. Bilmirəm. Ərəküt kəndindəyəm. Kənddə daha maraqlı nələr tapa bilərəm çəkməyə. Burada maraqlı evlər var, gənc nəslin nümayəndəsi. Çoxlu yaşlı nəslin nümayəndələrini görmüşdüm, amma... Salam. Necəsiniz? Çox sağ olun, siz necəsiniz? Sağ olun, mən də yaxşıyam. Mən kəndinə qayıt verişinə gəlmişəm. Ərəküt kəndinə gəzməyə gəlmişəm. Siz buradansınız əslən? Bəli, buradadır. Siz buranı hara məsləhət görərsiniz, gedim çəkiliş edin? Hər yeri ilə. Hər yerini çəkə bilərəm. Sizcə xüsusi haranı çəkməliyəm? Xüsusi yayda inşallah toyum olacaq, gəlib çəkə bilərsiniz. Hə, toyunuz olacaq. Allah xoşbəxt eləsin. Dəvət edirsiniz məni? Olar, niyə olmasın? Bəs necə xəbərim olacaq? Hansı aydadır? Yay aylarında. Xəbər edərəm. Hava isinən kimi? Bəli, bəli. Yay olan kimi gəlməli. Necə toy eləyəcəksiniz? Şadlıq sarayında? Kənd toyu, yox. Əsl kənd toyu. Adət-ənənə ilə. Bəli, bəli. Bunu xüsusilə dediniz ha. Gəlsəm yadınızdan çıxmayacaq. Mütləq gələcəm ha, Camal bəy. Yaxşı oldu. Sağ olun. Sağ olun. Nə gözəl, xeyir işə dəvət olunmaq. Bilirsiniz, deyirlər ki, yolda kimi görəm, sabah məni dəvətnamə ilə toya çağırır. Bu əslində elə oldu, amma bu könüllüyəm. Tək ki, xeyir işlərə məni verilişimizlə çağırın. Belə təkli də çağıra bilərsəm, amma çox çağırmayın. Maaşın hamısı gedir toylara. Sağ olun. Arxamda gördüyünüz bu evdə Azərbaycanın görkəmli yazıçısı Manav Süleymanova məxsus olan bir evdir. Orada da gördüyünüz kimi yazılıb ki, Süleymanovların yaşayış evi və 19-cu əsrə aiddir. Məsələn, çox mehriban, qonşular bir-birinə gedirdir axşam olanda, söhbətə. Sonra bayram zad olanda hamısı var burada çürmür gətirirdilər, yol ağacı. Bayramda, Novruz bayramında. Bütün cəmaət toplaşır bura, hər il elə olur. Gəlib toplaşırlar, yandırırlar. Bu illərdə də belə. Ha, bu illərdə də, hər il. Hər il bizdə elə. Kənddən gedənlər çox deyil, elə bil ki, kənddə çünki canlılıq var, çox adam var. Qışda çoxu gedir, sonra yayda gəlirlər. Yaşlı nəsil nümayəndəsi daha çoxdur deyirsiniz kənd? Yox, o qədər yoxdur yaşlı şey, azdır. Burada sənətkarlar çox olur ki, inanırsan, Lahıca gedəndə başdan yağıl sənətkarlar da olur. Sonra getdikcə sənətkarlar dünyasını dəyişdi. Qalan elə bir 3-4 nəfər olur sənətkarlar. Biri mən dəmir işini alban, dəmir işinə məşğul olur. Biri dəmir işini misrə Lahıcda, onlar. Burada ancaq 3-4 dənə sənətkar var. Həm də tarixi qoru olduğuna görə biz hökumət tərəfində qeydiyyatdayıq. İndi sənət bizi ailəmizi saxlayan olur.
atamın atası nəsilimi sənətkar olmuşu. Öz sənətimlə, öz halal zəhmətimlə işləməyib dolanmışı, çörəyimizi qazanmışı. Öz ailəmizi saxlamışdı. Bu halal əlinlə, bərəkətli əlinlə. Bu ki, bu əllər işlədir adamı. Bu halal çörək, bax qardaşım. Mən bu halal çörəylə dolanadım. Mənim ruh çörəyim bundan çıxır. Hamam haqqında məlumat qapının girişində yazılıb. Mən onu kadrlar şəklində sizə təqdim elədim. Qapını bağlayıram. Bura əsas geyinib soyunma otağı olub əvvəllər. Bir məlumat da var. Bilmirəm indi bu dəqiq deyil. Amma mən bir vaxtlar bura gələndə o məlumatı məhz hamamın sahibinin nəvəsindən öyrənmişdim. Demişdi ki, burada 10 mindən çox yumurta sarısından istifadə olunub tikilişində. Olmasın bu olsun filmindən bir fraqment yadıma düşdü. İnsan harada istirahət edə bilər? Təbii ki, hamamda, amma qış aylarında da, yay aylarında da bu hamamda istirahət eləmək olmur ona görə ki, hamamın əsas su bazası xarab olduğuna görə, yəni deşildiyinə görə burada su qızdırmaq mümkün olmur. Su axır və tökülür, həmən yanan ocağı söndürür. Ona görə də hamam sadəcə qoruq kimi qorunub saxlanılır, olduğu kimi də qalır. Əslində baxanda burada görün bir yerlərdə sabun var, su xətti çəkilib və bunun da əsas səbəbi bilirsiniz nədir? Eşitdiyimə görə də bir il əvvəl turistlər, yerli əhali gəlib bu hamamdan istifadə eləyirmişlər. Sadəcə bir ildir ki, bu problem var. Qəsəbənin girişində pip dolması haqqında danışmışdım. Dadına da baxdım, amma necə hazırlandığını da görmək istədim. Məni evinə dəvət edən kənd sakinlərindən pip dolması hazırlamağını xahiş etdim. Kağıtları belə qoyursunuz tapdaqda. Bax, kağıtları qoyuruq, bax, belə döyürük. Bax, belə döyürük. Düzdür əzizim. Biz maşınla at çəkmirik, ancaq taxta ilə döyürük. Niyə? Taxtanın dadı çıxır? Taxtanın çox dadı da qədimi kimi sorur. Ondan maşın əti yox. Bunun içində başqa nə əziyyat var? Belə istiot var, zəncəfil var, sarı kök var, duz var, yumru düyü var. Bugün sizinlə bir yerdə Lahıc və Ərəkütə kəndimə qayıtdım. Məndən soruşsaz ki, buranın ab-havası necədir? Dəfələrlə Lahıca gəlib görməyimə baxmayaraq, bugün mənə elə gəlir ki, Lahıcla Ərəküt arasındakı əsas fərq, Lahıc insana qəsəbə şəhər ab-havasını bağışlasa da, Ərəküt sanki doğma kəndinə qayıdırsan və kənd ab-havasını hiss eləyirsənmiş kimi idi. Bugün də sizlə sağollaşıram əziz dostlar. Gələn həftə isə hansı bölgəmizin qonağı olacam? Təbii ki, demirəm, çünki sürprizi pozmağı heç istəmirəm.